Selamlar, biz yeniden sizinle görüşe geldik. Hər həftə olduğu kimi bu həftədə ölkənin ən çox izlənən musiqilərinin onluğunu təqdim etməyə gəlmişik. Bu dəfə də bu həftə bizi tərk edənlərdən başlamaq istərdik. Bu həftə bizi keçən həftə 10-cu pillədə olan Günahkar mahnısı tərk edib. İfadəsi isə Kazımcan idi. Mən ki xoşbəxtəm səninlə, sevənmədik biz. Bir-birimizi doya-doya hiss etmədik biz. Güvənmədik duya-duya, düşünmədik biz. Xatirələr var. İkinci bizi tərk edən mahnı isə Röyanın ifasında olan Qürurdur. O keçən həftə 9-cu idi. Nə oldu bitsin? Qınama məni adi səhv üçün, bunu keçmə yollar. Axı Tanrı bağışla yandım, bağışla getsin. Etmə qürur, sevgi budur, adamı düzur, torpalıdır. Bir iki olar, iki üç olar, tələ sürəyim. Bu həftə bizi tərk edən 3-cü mahnı isə Nuranın ifa etdiyi Yolu Var mahnısıdır. Keçən həftə 5-ci pilləyə daxil olsa da bu həftə bizi tərk edib. Her şeyin bir evveli hem de ki bir sonu var. Niye dert edim seni bilirəm bir yolu var. Yuxu görürəm bəlkə də indi mələklərim bəlkə səni gətirdi. Baxma qəmli 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 qəmli. Bu həftə 10-cu pillənin sahibi Aygün Kazımovadır. Onun ifa etdiyi SOS bu həftə daha 2 pillə geriləyib. Nəticədə ən son pillədə yer alıb. Bu həftə SOS cəmi 177.043 baxış toplaya bilib. Suallar presdə bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Suallar presdə bir yandan, bütün gün stresdə bir yandan, show biznesdə bir yandan, SOS. Bu həftə qəribə bir hadisə baş verib. Belə ki, 5 il əvvəl təqdim edilən Görmədim mahnısı bu həftə ilk dəfə olaraq bizim hitparada daxil ola bilib. Əminə Şirin və Prometenin işbirliyi bu həftə üçün 194.825 baxış toplayıb və hitparadımızda 9-cu yerdə yer alıb. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm hər zülmə səadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm hər zülmə səadət görmədim ki, görmədim. Hər gün daha çox tarıma çəkilir həyat bağlarım. Çətinə düşməmiş görünmür heç kimin üçüzü və daha çox dəyərə minir keçmiş çağlarım. Bu həftə 8-ci pillə Kazımcana məxsusdur. Danış mənimlə mahnısı öz aktuallığını itirmir və artıq 27-ci həftədir ki, bizim hitparaddadır. Amma bu həftə bir pillə geriləyib. Bu həftə üçün 234.381 baxış toplayıb. Göyün üzünə qalxdım, geciksən günahdır. Yanına uçur vaxtım, gözlərinə baxdım. Nə qədər sərxoş olub baxdım, belə yazılıb baxdım. Sənin üçün darıxdım, yenə də danış mənimlə. Yenə kəlmə kəlmə qayna qarış, danış mənimlə. Eybi yox, hərdən küs barış mənimlə. Amma qəlbimi dinlə, nə varsa bağlı sənlə. Hamısı tanış mənimlə. Bu həftə hitparadımıza daxil olan növbəti ifaçı İlqarədir. Onun ifaları, tərzi bir başqadır. Əgər hələ də zövqlü mahnıları dinləyiriksə, necə də gözəl. Əsas məsələdən uzaqlaşmadan qeyd edək. İlqarə 6-cı his mahnısı ilə hitparada daxil olur və bu həftə üçün 246.646 baxış sayı ilə 7-cidir. Altıncı his, altıncı his, dedim mənə yaşamaram sənsiz. Altıncı his, altıncı his. Toxundum gözlərimlə baxışına. Bu həftə hitparadımızın 6-cı pilləsi keçən həftə olduğu kimi Aygün Kazımovaya məxsusdur. Canol keçən həftəki pilləsini qoruyub saxlayıb və bu həftə üçün 278.167 baxış toplayıb. Qarşıma çıxarmışdım gecə yari, günlərin bir günü bir gecə yari. Mənim qarşıma
çıkarmıştım gece yarı. Bir defa güldün yayıldı kanıma. Dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma. Halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı. Bu həftə 5-ci pilləmiz Namiq Qasımova məxsusdur. Əlbəttə ki, Bəsimsən mahnısı ilə. Bəsimsən bu həftə bir pillə geriləyərək bu pilləyə sahib olub. Həftəlik izlənmə sayı isə 357.350-dir. Danışım sənin məhəbbətindən, sevgiyə, hisslərə diqqətindən. Məni hər anı bəladan, dərddən qoruyan güclü məhəbbətindən. Mənə daha qalan ömürdə bəsimsən, bəsimsən. Mənə ən doğma kəsimsən, təkcəsən, bəsimsən. Sənə oxunan mahnılarımda sözümsən, səsimsən. Ona görə mənim Həftənin ən yaxşı duetini və ən yaxşı yeniliyini təqdim edirik. Murad Arif və Brilliant Dadaşova dueti bu həftə birbaşa 4-cü pilləyə daxil olub. Özü də qısa müddətdə yarım milyondan çox baxış toplayıb. Daha dəqiq desək, Cin atı bu həftə 501.256 baxış toplayıb. Cinnətına mindirmə məni, cinnətına mindirmə məni. Bugün səndən acığım gəlir, sən də cinnətına mindirmə məni. Bu həftə Aygün Kazımova və Nəsimi Məmmədovun dueti bir pillə geriləyib və 3-cüdür. Məsafələr keçən həftə idealı giriş etmişdir, amma bu həftə geriləyənlər sırasındadır. İkinci həftə üçün 572.358 baxış toplaya bilib. Sənin ətrini özlədim hər gecə. Gəl son dəfə qucaqlaşaq gizlicə. Güya sən darıxmamısan mənim üçün. Qürurunu uzaqla bugün səssizə. İstəmirəm sənsiz olan bu dünyada. Mənə səndən əziz yoxdur bu dünyada. Məsafələr yorur məni, yorur məni. Hitparada ikinci pilləyə daxil olan, növbəti həftə isə qalibiyyətini əldə edən Röya və Elçin dueti bu həftədə 1 milyona çox baxış toplayıb. Amma təəssüf ki, birinciliyini əldə saxlaya bilməyib və bir pillə geriləyərək ikinci olub. Can həftə ərzində 1.025.707 baxış toplaya bilib. Qalım necə biganəmə, axı dəli divanəyəm. Çığırım neçə minarədən, məni duyasan görəsən. Eliyim necə ifadə, bəs sevgimi itən iradəmə. Dəli oluram, bir insaf elə. Sənə sevdamı vermişəm sən, nə gözəlsən. Yenə rüyamı görmüşəm sən, nə gözəlsən. İnan gördüyüm andan. 25 həftə birinci olan, keçən həftə 3-cü pilləyə geriləyən İstədim mahnısı yenidən aktuallığını qaytarıb və bu həftə 1.206.303 baxış sayı ilə yenidən birincidir. Nə deyək, Roza xanım, təbriklər. Eyni zamanda 100 milyonluq baxış sayınız da mübarək. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydın bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim, sevilən olum yolunu gözlədim. Bununla da 27-ci buraxılışımızı tamamladıq. Bizi izləməyi və kanalımıza abunə olmağı unutmayın. Hələlik!